Herkese salam, yeniden hoş gəlmisiniz Fikirli kanalına. Bugün sizlerin karşısında Temuda yeniden kredi iadəsi kampaniyası gəlib. Bunun haqqında sizlərə məlumat vermək istəyirəm. Çoxdan da Temu videosu çəkmirdik. Temuya aid videolar gəlmirdi dostlar. Çox uzatmadan keçək telefonumuzun ekranına. Baxaq görək bu kampaniyamız necə işləyir. Dostlar, keçdik kampaniyamızın ekrana. Deməli, son vaxtlar bu Temu düzəməlli, nə yalan deyim dostlar, kampaniyalar vermir. Onun üçün də bu kampaniyadan da bəlkə istifadə eləyərsiniz. Onun üçün də sizlərə göstərmək istədim. Qeyd edim ki, bu kampaniyadan istifadə eləyib eləməmək sizə qalıb. Fikirli kanalı heç bir halda məsuliyyət daşımır. Sadəcə kampaniyanın necə işləyir onu göstərmək istəyirəm. Kampaniyaya qoşulmaq üçün profil bölməmə daxil oluram və burada mesajlar bölməsi var. Və mesajlar bölməsinə daxil olduqda burada promosionlara girirəm. Qeyd edeyim ki, bu hamıya verməyə bilər. Yəni ki, həmin bu kampaniyanı bütün istifadəçilərə vermirlər, bəzi istifadəçilərə verir. Yəni ki, ola bilər ki, siz bu videonu izləyən bəzi izləyicilərimizə bu kampaniyanı verməyə bilər. Yəni ən çox da alış-veriş eləyən sıx-sıx adamlara verir. Kredi iadəsi bölməsinə bu şəkildə daxil oluram və ekrana bu şəkildə kampaniyamız gəlir. Və təbii ki, burada vaxt yeniləyir. Bu vaxt yalandır. Ta ki, yəni 2 gün, 3 gün belə səhvlənməmsə istifadə eləməyəndə bu kampaniya ləğv olur. Bu şəkildə ekranda yazılıb 46 manat. Mən bu kredi iadəsinin dostlar, yəni ki, məntiqini bilirəm. Onun üçün istifadə eləməyəcəm və sizlərə bunu açıqlayacağam. Deməli, burada gördüyünüz kimi ekranda 10%, 60%, 200% haqqında 3 hissəyə bölünüb. Yəni ki, 0 ilə 20 manat arası alış-veriş etdikdə bu 46 manatın 10%-ni, 20 ilə 60 manat məhsul aldıqda 60%-ni və 60 manat üzəri alış-veriş etdikdə bu məhsulun 200%-ni əldə etmiş olursunuz. Yəni 200% o deməkdir ki, 46 manatın tam şəkildə. Əvvəllər bu belə deyildi dostlar. Yəni 200% siz məhsul aldıqda 80 manatlıq, 90 manatlıq daha çox verirdi. Hansı ki 50 manatlıq, 70 manatlıq kredi iadəsi verirdi. Bu səfər isə 46 manat qoyub, yəni dostlar maksimum siz buradan nə qədər məhsul alsınız, yəni ki 60 manat üstü siz buradan məhsul alsınız, mən sizə qısaca bunu izah edeyim. 46 manat verəcək, yəni ona verməyəcək. Dostlar, qeyd edeyim. Bunu da sizə canlı göstərəcəm. Misal üçün buradan bir məhsul seçək və səbətimizə əlavə eləyək. Baxın, gördüyünüz kimi 10% doldurmuş olduq. 10% doldurduq və bu 11 manat 56 qəpiklik bir məhsula görə bizə burada gördüyünüz kimi 10% 8 manat təxmini sizə geri ödəniş eləyəcək və bir ədəd də seçək. Burada isə 34 manatlıq bir məhsul seçək. Baxaq görək nə olacaq. 60% də burada doldurmuş olduq və 60% doldurduqda baxın gördüyünüz kimi 46 manatlıq bir məhsul seçdiyimizə görə 23 manat 57 qəpik bizə geri ödəniş eləyəcək. Daha sonra bir ədəd də məhsul seçək. Bu 200 manat məhsulu dolduraq. Tam doldurmadıq. Buradan indi bir dənə ucuz bir məhsul tapa bilsək. Bunu seçək dostlar. Yəni ki, biraz ucuz mənim gözümə bu dəydi. Baxın 200%-i doldurmuş olduq. Burada gördüyünüz kimi. Deməli, bu ödə bölməsinə bir kərə sıxdıqda sizi səbətə atır. Burada isə deyir 85 manatlıq, yəni 85 deyil, bu 80 manatlıq da olsa olar. Yəni 60 manatdan yuxarı, baxın bir dənə göstərim sizə. 60 manatdan yuxarı nə seçsəz, yəni ki, maksimalını verəcək. Yəni ödə dedikdə burada gördüyünüz kimi mən 85 manat seçmişəm. Siz tutaq ki, 80 manatlıq. 80 manatlıq bir məhsul səbətə əlavə etdikdə 46 manatını kredi iadəsi verir. Bu kredi iadəsini necə verir? Yəni bunu birbaşa sizin kartınıza ödəmir dostlar. Yəni sizin Temu balansınıza ötürür. Bundan əvvəlki videolarımızda da bunun haqqında ətraflı videolarımız var. Biraz bilməyənlər varsa həmin videoları izləyə bilər. Yəni sizin Temu balansınıza ötürür. Həmin bu məbləğlə də 46 manatla da təzədən Temudan yenidən alış-veriş eləyə bilirsiniz. Yəni ki, burada seçdiyiniz məhsullar indi qiyməti bahadır, ucuzdur, özünüz müqayisə eləyəcəksiniz. Bunu necə verir sizə? Bir dəfədən vermir. Tutaq ki, siz bunu ödəniş elədiniz. 80 manatı kartınızdan çıxdı, ödəniş elədiniz, məhsullarda sifariş verdiniz. Bu 46 manatını hissə-hissəyə böləcək. Atıram ki, bir həftə vaxt verəcək sizə, hər gün 46 manatın bir hissəsini sizə ödəyəcək. Tutaq ki, bir gün girdiniz, siz həmən Temuya daxil oldunuz, bu səhifəyə daxil oldunuz. Yəni orada da təlimatları verəcək. Bu səhifəyə daxil oldunuz, yəni ki, həmin bu kredi iadəsi səhifəsinə və yaxud da siz sifariş verdikdən sonra ekrana sizə göstərəcək. Yəni free gift çox vaxt belə olur. Yəni ki, onu da axtarıb taparam sizə qayıtmaq üçün.
Tutaq ki 46 manatdır, bir gün girdiniz 5 manatını qaytardı. Ertəsi gün girdiniz 15 manatını qaytardı. Yəni bir həftə hissə bölür, tam şəkildə vermir. Əgər ki hər hansısa bir günü siz yadınızdan çıxdı girmədiniz, həmən kredinin bir hissəsi ləğv olacaq. Siz 46 manat alırsınız, atıram ki bir həftədə 2 gün girmədiniz, 25 manat ödəyəcəksiniz yəni ki Temunun balansına. Bu şəkildə işləyir. Yəni bu biraz qarmaşıq gələnlər varsa kommentlərə yazsın, hamısını izah eləyəcəm. Yəni ki bu şəkildə daha detallı şəkildə video çəkmişik kredi iadəsi haqqında. Onu da ki bu videonu açıqlamana əlavə eləyərəm. Baxa bilərsiniz. Canlı orada biz ödəniş eləyib həmin kampaniyada yararlanmış. Sadəcə burada 46 manat verir, orada biraz daha çox verirdi. Yəni məntiqini bu şəkildə baxa bilərsiniz. Mən istifadə eləyərəmmi desəz, yəni burada baxır məhsullara, əslində 46 manat pis deyil, balans kimi. Yəni siz bunu belə hesablaya bilərsiniz. Tutaq ki 80 manatlıq bir məhsul seçmisiniz. Yəni burada belə deyək də dostlar, bu məhsullar həqiqətən 80 manata dəyirmi? Məncə bu məhsullar bahadır. Məsələn 80 manata görə bahadır. Bunun da ki mən deyim də məntiqi necə işləyir. Normalda endirimlə bir məhsulu siz endirimə düşüb 20 manat alacaqsınızsa, burada sizə 60 manatdan verir. Və yaxud da 50 manatdan verir. Yəni məhsul, tutaq ki bu məhsul burada 40 manat yazıb, amma mən bunu kuponlarımla, endirim kuponlarımla 25 manat ala bilirəm. Yəni ki siz burada onu nəzərə alın. Baxın bu 67 manata yazıb, amma mən bunu 20 manata endirimlə ala bilirəm. Başa düşdünüz dostlar? Bax belə şeylər var. Özünüz nəzərdə alın. Yəni ki belə bir nəzərdə ala bilərsiniz ki, siz bundan belə faydalana bilərsiniz. Tutaq ki burada 80 manatlıq mal seçdiniz, sifariş verdiniz. Qaytardığı 46 manata endirimlə məhsul alsınız, hardasa biraz sərf eləyə bilər. Amma yəni mən istifadə edirəm desəz, mənim üçün bu 46 manat çox azdır. Çünki burada bahadan verir. 80 manata görə 46 manat. Düzdür, burada məntiqlə fikirləşirsiniz ki, 80 manatın 46-sını qaytarıb bu məhsullar 32 manata çıxır. Amma dostlar, həmin pula da siz yenidən məhsul sifariş vermiş olursunuz. Yəni ki, belə hesablayın. 46 manat plus 80 manat. Yəni ki, nə qədər olacaq? Baxın, burada manat bu eləyəcək. Üstə gəl 46 manat. Yəni 126 manata nə məhsullar aldım mən? Yəni ki, bunları hesablamaq lazımdır. Tutaq ki, 80 manata məhsul sifarişiniz, 46 manata da maksimum Temudan 2 ədəd, 3 ədəd məhsul sifariş verirsiniz. Bu pula dəyərsə istifadə edə bilərsiniz. Yəni ki, kampaniyada budur. Heç verməməkdən yaxşıdır əslində, pis deyil, amma yəni də özünüz baxın, mən məntiqini sizlərə izah elədim. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, bizim videolarımızı bəyənirsiniz və bizə dəstək olursunuz. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun və belə videoları dostlarınızla paylaşın ki, videolarımızın davamı gəlsin. Abunəmiz çox azdır. Həqiqətən dostlar, videoların belə tez-tez gəlməyi istəyirsə kanalımıza abunə olun. Təqdim etdiyi Fikirli kanalı.